İş vaxtı təzə bitib, 7-də işləyib hardasa. Bu vaxtda adətən çıxmasam da, amma elə oldu ki, tədbirə görə çıxdım. Baxın görün nə gözəldir buralar. Necə gözəldir Bakı, şəhərin mərkəzi. Hava biraz dəyişdi yenə, amma əladır. İçəri şəhər həm də anti-stressdir. Yəni bura gəlib gəzişmək odur ki, insan istər-istəməz mənən rahatlıq tapır. Qədim dövr və müasir zaman. Super. Brilliant Dadaşovada oxuyub. Qəşəng. Xüsusi atmosfer. Fuad Axundov turistlər üçün ekskursiya keçirdi, görürsünüz. Bu adam əfsanədir. Özü necə maraqlı. Həm söhbətli, həm də ümumiyyətlə nəyəsə danışanda belə etirazla, maraqla danışır. Deməli, Fuad Axundovla bağlı demək istəyirəm ki, biz ondan bir filmdə epizod rolda birlikdə çəkilmişdik. O filmi bəlkə də çox adam görməyib. Baş rolda Sənan Ələz idi. Sənan Ələz dünən mənə videonu yolladı. Mən onu da paylaşacağım elə yeri gəlmişkən. Gözəldir də Bakı, möhtəşəm.